Salam əziz YouTube kanalımın izləyiciləri. Bax gördüyünüz kimi bura Xankəndi şəhəridir. 44 günlük müharibədən sonra ermənilərin qoyub getdiyi Xankəndi şəhəridir ki, hansı ki o Xankəndi şəhəri ki, hal-hazırda 2025-ci ildəyik və bu görüntülər yəqin ki baxanlar, tanıyanlar olacaq kimlərsə öz evlərini köhnədən. Hal-hazırda bu hansısa bir küçəsidir Xankəndinin və bu görüntü 2025-ci ildə mart ayında çəkilib. Bax gördüyünüz kimi bu bizim köhnə yurdumuzdur. Ermənilər gör necə qoyub qaçıblar. Amma deyim ki, çox gözəl şəhərdir və dağlıq bir ərazidə yerləşir. Bax gördüyünüz kimi hal-hazırda öz insanlarımız yaşayırlar, işləyirlər, gedirlər, gəlirlər Xankəndi şəhərində. Orada görsünüz mebellər atıblar. Bax bu Xankəndində yaşayan ermənilərin bütün demək olar ki mebellərdir ki, evlərdən çıxardıb çölə yığıblar. Gördüyünüz kimi. Bax bu Xankəndinin hər hansısa bir küçəsidir. Yəqin ki bizim bu videoya bəlkə də ermənilərdən də baxan olacaq. Burada yaşayanlar da belə nə vaxtsa bu videoların qarşısından çıxacaq. Çünki biz 93-dən Qarabağdan çıxandan sonra, Ağdamdan çıxandan sonra biz də hər an YouTube-da bu tipli videolar axtarmışıq ki, nə vaxtsa evimizi görə bilərik. Onların da qarşısına bu video çıxacaq.